Futbol kartı yeniden açalım eləyəcəyik. Bununla da yine bir paket açacağım. Daha sonra çempionlar artıq əlimdə görürsünüz. 3 paket kart qalıb. Ona görə bir dənə bax belə kartdan atacağıq. 23-24 sezonun çempionlar liqasının kartları görünə çıxacaqsınlar. Balaca bir 20 manat. Bəzən də baxmıram. Traq. Real Madrid'dən Eden Hazard. Chelsea'dən Hakim Ziyech. Məncə bir kart daha açsaq daha yaxşı olar deyə düşünürəm. Ya da o kartda qalsın sabaha. Sabahlar daha fərqli bir kart açılımı gələcək. Yəqin ki Çempionlar Liqasının sabahda bu kart açılımı gələcək. Bu kartları çəkəcəm, amma video çox olacaq. 138-ci bölüm kimi bunu qəbul eləyərsiniz. İlk paska ilə başlayıram. Daha sonra da videonun ardı gələcək. Bunu YouTube atandan sonra ardı gələcək. Sabaha 3-cü gün inşallah paylaşım olacaq. Dediyim kimi 14 iyundan etibarən kart açılımları gələcək. Getək. Luis Suarez, Dybala. Bunlar dostlarımla dəyişdiyim kartlardır. Qəşəng özəl kartlardır. Bunları göstərməmişəm. Heung-min Minson, Kai Havertz, Alman yemisi, Azpilicueta, Morata, Verratti, Telemans, Insi, Gnabry, Thomas Müller ən əfsanəvi. Dani Olmo mənim çox sevdiyim bir kart. Yenidən Dani Olmo, Insi. Bunlara qoyaq. Mən çox sevirəm Dani Olmo kartlarını. Arxadan işıq gəlir, ola bilər. Anthony Griezmannlar 2 dənə. 2 dənə Rakitic. Bir dənə daha Griezmann, Marco Reus'la İlkay Gündoğan, Van Dijk. Bunu arxaya qoyaq. Casemiro ilə Manuel Neuer. 1-2 neçə dənə var? 2 dənə Paul Pogba. Casemiro ilə Marquinhoslar. Əşrəf Hakimi, Edinson Cavani, Luis Suarez. Carrasco, Di Maria. Videonu mən artıq YouTube'a yerləşdirmişəm. Bu sabahçı, yəni 4-cü günün videosu olaraq qeyd olunsun. Luis Suarez, belə qoy. Səhvə gedim, işıq qabağına alıb görə biləsiniz. Carrasco, Di Maria, Çağlar, Bernardo Silva, Verratti, Gnabry, Yenen Müller, Felix, Joshua Kimmichlər 2 dənə, 1, 2, 3, 4, 5, 5 dənə, Harkeyn, Benzema. Dostlarımla daha çox kartlardan üstündə şeyliydik. Sadio Mane və Raheem Sterling. Növbəti kartımıza keçirik, yəni paskamıza keçirik. Bu video qarışıq video olsun. 4-cü günün yəni videosudur. Çempionlar Liqasını göstərəcəm. Sırf bir seriyaya özəldir bu. Çempionlar Liqası 24-25 sezonudur. Lewandowski, Jude Bellingham, Keane, Hakan, Grealish, Mbappe, İlkay, Firmino. Bu kartda da belə göstərim. Davies, Coman, Ter Stegen, Mbappe. Görürsünüz. Yəni 1, 2 Paul Pogba. Hələ Paul Pogba yenə gələcək. Mane. Bu da həftənin 1-ci gününün videosu olsun. Çünki kart açılımları dəhşət. O çox gec gələcək. Paul Pogbalar. Sadio Mane. Bu bir videonu yəni bir gündə çəkirəm. Hakimi həm göstərim sizə, həm də danışım. Bir videonu mən, yəni 3 videonu mən eyni anda, yəni eynisini bu gündə çəkirəm. Onlar da ki şey eləyirəm. Hissə götürəcəm, göstərəcəm sizlərlə belə. Benzema, indi tez-tez sayaq. Pogba, bayaq da Pogbalar getdi. Yenidən Lewandowski, Neuer, Jesus'dan yenə olacaq. Gabriel Jesus. Benzema'dan çoxdur məndə. Dostlarımla bir kart üstündə bəlkə də nədə yarışmışıq. Dybala, Gabriel Jesus, yenə Neuer. Neuer də bu kartda da çoxdur. Demiral, Pogba yenə deyirəm, dəhşət çoxdur. Baxın. 6-dır, 7-dir, 8-dir, belə Pogba var. Donnarumma, Lewandowski, Lewandowski'lərdə dəhşət çoxdur.
Fernandes, Neuer də çoxdur. Artıq bir 8-9 dənə Jimenez, Kante. Bunları belə tez-tez göstərim çünki video çox uzun olur. Görürüm əgər başqa mağazaya gedəcəm. Kartlar tapsam oradan da göstərəcəm. Burada da ki, Duşan səhv etmirəmsə Vlahovic'in kartı var. Rafael Varan var arasında. Karyerasını bitirdi. 3 dənə inanlı çağlar. Söyüncü Türkiyə. Və video bura qədər idi. Bir dənə də bir göstərim. Kart və videomu bitirək. Courtois. Bir dənə Courtois. Bu da ikinci günün videosu olsun. Bu qədər sizlərə kart göstərmişəm. Bayaq da ölkə kartlar çəkmişdik. Ardını göstərirəm. Hal-hazırda çağ var 3 dənə. Südəliyə çıxdı, amma çağlar söyüncü bir dəqiqə Fenerbahçənin şərəfini qoruyub saxlayır. Tibit Courtois. Bu kartlarda yazmışsınız. Arda Gülər'in var. Arda Gülər. Mütləq dərəcədə mən bu kartlara baxaram və sizə bildirişlər deyərəm. Məndə Arda Gülər varmı yoxsa yoxmu? Bir dənə bir şey düzəldim. Ekranda biraz problem var. Niyə düşmədi sonra? Aha. M. Laurent 3 dənə. Çox sevimli bir Milan Skriniar, Fenerbahçe efsanesi, PSG efsanesi. Arda Güler demişdiniz, budur. Sané, Dembele, Barcelona'da çıxıb düzdür. Erling Haalandlar çoxdur məndə 4, 5, 6 dənə, 7 dənə, 8 dənə. Nə qədər istəyirsə düşün. Fərqli şəkillərlə. Dostlarımla dəyişmişəm çoxun. Fatih deyirlər Qarabağ gələcək. Mahir Emreli çox gəlsə yaxşı olar əslində. Ederson'dan Bastoni, necə olmasın, Kai Havertz, Minsonlar, Hugo Lloris, Koke, İbrahimovic'lər 3 dənə. Alisson, Fabinho, Robertson, Asensio, Romelu Lukaku.